Salam əziz şagirdlər. Deməli belə bir üçbucaq sualı var. Çox maraqlı sualdır. Baxaq bu sualın izahına. Deməli, BF-i verib 6, ABE bucağı, ABE bucağı 2DAC-yə bərabərdir. 2DAC, yəni bura alfadırsa, ABE bucağı olar 2 alfa. Düzdürmü? Bəli. Sonra FD-ni istəyir bizdən. FD-ni. Bura qoyaq bir tutam ki x. İndi burada necə yanaşmaq olar suala? Buranı verib 6. Aha, BF-i verib 6. Burada bir məsələ var ki, biz AD-nin və BE-nin median olduğunu görürük. Hardan? Çünki yarı bölmə hissələri var. Median isə deməli F nöqtəsi medianların kəsişmə nöqtəsidir. Onda FY olur 3. FY 3 oldu. Tutalım ki, biz əlavə olaraq da möhtəşəm üçlüdən bilirik ki, ABC düzbucaqlı üçbucağında AD median ilə hipotenuzun yarısına bərabərdir. Hipotenuzun yarısına. Eyni zamanda hipotenuzun yarısına bərabərdirsə, tutalım ki, bura məsələn A-dırsa, deməli AD də A-dır, DC də A-dır. Bu qaydada gedir də. Yəni bunlar qaçılmaz bir şeylərdir medianın xassəsinə görə. Əlavə olaraq da FD x-dırsa, AF də 2x olmaq məcburiyyətindədir. Çünki mediandır. Biz indi buradan başqa nə edə bilərik? Mən bu formada tutalım ki, bir dənə xətt çəkəcəm. B-dən AF-ə. B-dən AF-ə bir dənə xətt çəkirəm. O həmin xətti. Elə bir formada fikirləşirəm ki, məsələn bu 2x-i silək, yəni buranı bildikdə onsuz da 2x-dır. Həmin xətti artıq belə düşünürəm ki, bu həmin bu 2 alfanı alfa və alfa bucaqlarına bölür. Alfa bucaqlarına bölürsə, məsələn tutalım ki, bura alfadırsa, buranı beta qəbulləsək, alfa bucaqlarına bölürsə əgər, deməli tənböləndir. İndi biz fikirləşək ki, əgər tənböləndirsə, bura alfa, bura betadır. Bax, fikirləşin. Deməli, bunun rəngini dəyişim. Bax, bura alfa, bura betadırsa, eyni zamanda alfa və betanın cəmi, buradan görürük, alfa və betanın cəmi. Bax, məsələn, alfa və betanın cəmi 90 dərəcədirsə, onda burada verilmiş alfa və betanın cəmi də 90 dərəcə olmalıdır. Onda belə çıxır ki, bu xətt 90 dərəcədir. Həm tənböləndir, həm də 90 dərəcədir. Yaratdı. Deməli, ABF üçbucağı, yaranmış ABF üçbucağı bərabər yanlı üçbucaqdır. Onda AB-yə veririk A, 6. Eyni zamanda bura 2x-dırsa, buranı da bölür x və x-a. İndi buradan nə düşünə bilərik? Artıq AB-nin 6 olduğunu tapdıq. İndi ABE-yə mən bir dənə Pifaqor tətbiq eləyirəm. Pifaqor tətbiq eləsəm, AB-nin kvadratı 36 üstə gəlinsin. AE-yə bir dənə tutalım ki, bir hər hansı K deyirəm. K-nın kvadratı bərabərdir BE-nin kvadratı. 6-nın üstünə 3, 9, 81. K-nın kvadratı bərabərdir 81 çıx 36. Bu eləyər 45. K-nın kvadratı 45 isə K kök altında 45 olur. K-nı silirəm buradan. K-ya yazıram kök altında 45. Onda EC də kök altında 45 olar. İndi isə böyük üçbucağa ABC üçbucağına Pifaqor tətbiq eləyirəm. AB-nin kvadratı 36 üstə gəlinsin. AC-nin kvadratı 2 kök altına 45-dir. Kvadratı 4 vur 45 eləyər. Bu da bizə BC-nin kvadratını verir. BC-nin kvadratı. BC də nəyə bərabərdir? 2A-ya. Onda belə çıxır ki, bura 4A-nın kvadratı olurmu? AA 2A kvadrat 4. 4'ü 45'e vuranı 180 üstüne 36 yani 216. 216 bərabər 4A'nın kvadratı. A kvadrat bərabərdir 216 böl 4. Deməli 5 kere 4 20, 16'da da 4. 54. A kvadrat 54 oldu.
Onda bize A-nı nə verir? Kök altında 54. 54-dən də kök çıxır 27. Deməli 54-ü yaza bilərik biz belə 27 vurulsun 2. 27-ni yazmaq olar 9 vurulsun 3 vurulsun 2. 3 kökdə 6. 3 kökdə 6. Aha. Biz A-nı tapdıq 3 kökdə 6. Düzdürmü? Bəli. A 3 kökdə 6-dırsa biz bilirik ki AD-də A-ya bərabər idi axı. Çünki AD nədir? Bu çəkdiyimi çəkirəm. AD nədir? AD median. Median hipotenuzu yarıya bölür də düz bucaq, üç bucaq. Deməli AD-də 3 kökdə 6-dır. AD-nin özü neçədən x-dan ibarətdir? 2x burada, 1x burada, 1x də burada, 3 dənə x-dan. 3x bərabərdir 3 kök altında 6-ya. 3'lər gedər, x qalar kökün altında 6. Həqiqətən çox gözəl bir sualdır. Sağ olun, uğurlar sizə.